Salam. Bir neçə suala baxaq. Deməli, 11-ci sual. 104-lərə qədər yuvarlaqlaşdırdıqda 2700 edən ədədlərin ən böyüyü ilə ən kiçiyinin fərqini soruşur. Deməli, fərqini soruşur. Deməli, bunun qaydası belədir ki, məsələn, baxırıq ki, 2700 yüzlüklərə qədər elə yuvarlaqlaşır. Böyüyünü tapmaq üçün 2700-ün deməli 2700-ün üzərinə 49 gəlməliyik ki, bunu biz yuvarlaqlaşdırdıqda yenə də 2700 alınsın. İndi baxaq. 9, 4, 7, 2. 2749. Ən böyüyü 2749 alındı. İndi ən kiçiyini tapaq. Ən kiçiyini tapanda isə 2700-dən çıxacaq 50-ni. 50-ni də çıxanda ondan 5, 5, 6, 2, 2650 isə ən kiçiyi alır. İndi fərqini soruşduğuna görə 2749-dan da çıxırıq 2650-ni. Bu da eləyir 9. 14-dən də 5, 9. Deməli, 99 eləyir. Doğru variant A variantıdır. İndi təmizləyək, ikinci suala baxaq. İkinci sualda isə deyir ki, ikinci suala baxaq, 12-ci suala baxaq isə hovuzun deyir tutumu 250 litrdir. 250 litr. Bu hovuzun 5də 3'ü doludur. İndi baxaq görək nə qədər doludur. Əgər tutumu 250-dirsə, 250-nin 5də 3 hissəsini tapacağıq. Bunu da deməli 5də 3'ünü tapmaq üçün ixtisar edib 50 edir bu. Burada 50-nin də 3'ə vuranda 150. Deməli 250-nin də 5də 3'ü 150 litr edir. Silək. 150 litr edir. Deməli 150 litri doludur. Buraya yazıram dolu. Sonra hovuzun 25'də 4'ünün dolu olması üçün 25'də 4'ünün dolu olması üçün deyir neçə litr boşaldılmalıdır. Deməli dolu olan hissə 150'dir. İndi 25'də dediyinə görə 250'nin 25'də 4'ünü tapmaq üçün bu da edəcək 10. Onu da 4'ə vuranda 40. Deməli deyir 40 litr olması üçün nə qədər 150'də var. Nə qədər boşaldılmalıdır ki 40 litri olsun. 150'dən də çıxırıq 40'ı. Bu da eləyir 110. Deməli 110 litr boşaltmalıyıq ki 25'də 4 başqa sözlə 40 litr su qalsın.